Bakı-Sumqayıt marşrutu üzrə 18 metrlik avtobusların istifadəyə verilməsi ictimai nəqliyyat sistemində sərnişinlər üçün rahatlıq hesab edilsə də, sürücülər üçün problemə çevrilib. Onsuz da bitməyən yol qayğılarına biri də əlavə olunub. İndi uzun, xalq arasında qarmoşka deyilən bu avtobusların yan yörəsində olan minik avtomobilləri, yaxud kiçik ölçülü sərnişin daşıma nəqliyyat növləri bu böyük avtobusun tam dönməsini gözləməli olurlar. Əks halda avtobusların quyruq hissəsi hərəkətdə olan digər nəqliyyat növlərinə təhlükə yarada bilər. Həm də gözləmə mövqeyində olan sürücülər tıxaca səbəb olurlar. Belə avtobusların manevr qabiliyyəti tıxac və dar döngələrdə risk yarada bilər. Yüksək sərnişin tutumu ilə seçilən bu avtobuslar real şəraitə, mövcud yol infrastrukturuna tam uyğundurmu? Bu avtobusların gətirilməsi zamanı bütün hər şey nəzərə alınır. Sürücülər də həmişə nəzərə almalıdırlar ki, iri qabaritli nəqliyyat vasitəsindən mümkün qədər uzaq olmalıdırlar. Çünki onların dönmə radiusu biraz fərqlidir. Amma o cür nəqliyyat vasitələri Azərbaycana gətirilərkən onların harda istifadə olunacağı da əvvəlcədən planlaşdırılır. Yəni o qarmoşka dediyimiz o uzun avtobuslar yalnız şəhər daxili ərazilərdə istifadə olunur. Şəhər kənarında da bəzi ərazilər var ki, orada o avtobusların hərəkəti mümkündürsə, o xəttlərə buraxılır. Tutaq başlayın, Bakı kəndlərinə onlardan vermək istəyirdilər. Məlum oldu ki, Bakı kəndlərində infrastruktur o qədər də yaxşı deyil. O avtobus qəsəbə içində hərəkət eləsə, geriyə dönüb qayıtmağa yer yox. Bax, bu cür problemlər var idi. Ona görə o istiqamətlərə o avtobusları buraxmırlar. Hansı istiqamətlərdə uyğunluq varsa, o istiqamətlərdə onlar hərəkət edə bilirlər. Göründüyü kimi məqsəd ictimai nəqliyyatdan istifadə edən vətəndaşların xeyrinə olsa da, sürücülərin narazılığına səbəb olur. Ona görə də layihənin davamlı və uğurlu olması üçün təkcə sərnişinlər deyil, sürücülər də nəzərə alınmalıdır.